Estradanın banisi, səhnədə göstərdiyi performanslar, improvizələr, Azərbaycan musiqisinin yaddaşlara həkk olunan səsi, illərin sınağından çıxmış sənətkar, xalq artisti Niyaməddin Musayev. İfasında səslənən hər mahnı bir dövrün nəfəsini, bir xalqın duyğularını yaşadı. Yalanmış, yalanmış, bu eşki, ateşin özü. Səhnəyə olan sonsuz sevgisi, musiqiyə bağlılığı onu dinləyicilərin qəlbində daim yaşadan əsas səbəblərdəndir. Niyaməddin Musayevin səsi təkcə bir ifa deyil, həm də xatirələr, nostalji və həyatın özü kimi dərin bir istir. Yanır bu ocaq, yanıb külü qalacaq, bilmirəm nə olacaq, olanı xatirədir. Onun sənət yolu sadəcə uğurlar silsiləsi deyil, həm də zəhmət, sədaqət və musiqiyə olan sonsuz eşqin təcəssümüdür. Sənə çox yanıram, eşkindən mən yanıram, gecələr sızlayıram, şübhətə gözlanıram. Niyaməddin Musayev səsi ilə zamanın fövqündə qalan, hər nəslin sevgisini qazanan nadir sənətkarlardandır. Sənmə ürək, daş olur.